xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Salam əziz izləyicilər. 23 avqust 2026-cı il bazar günü üçün Azərbaycanda gözlənilən hava şəraiti ilə bağlı ən son məlumatları sizə təqdim edirik. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən avqustun 23-də ölkə ərazisində hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu isə bəzi bölgələrdə kifayət qədər yüksək olacaq. İlk olaraq paytaxt Bakı və Abşeron yarımadasında gözlənilən hava şəraitinə nəzər salaq. Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Gecə saatlarında temperatur 21-23 dərəcə isti, gündüz isə 33-35 dərəcə isti olacaq. Bu səbəbdən günün ən isti saatlarında, xüsusilə günorta vaxtı açıq havada uzun müddət qalmaq istəyən vətəndaşların isti hava şəraitini nəzərə alması tövsiyə olunur. İndi isə bölgələrdə hava necə olacaq? Buna baxaq, Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava şəraiti gözlənilir. Çək küləyi bəzi yerlərdə arabir güclənəcək. Rayonlarda gecə temperaturu 19-24 dərəcə isti olacaq. Gündüz saatlarında isə temperatur 33-38 dərəcə isti arasında dəyişəcək. Xüsusilə Aran rayonlarında havanın isti keçəcəyi gözlənilir. Burada temperaturun 38 dərəcəyədək yüksəlməsi mümkündür. Gəncə, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Şirvan, Salyan, Sabirabad və digər Aran ərazilərində gün ərzində isti hava şəraiti əsasən üstünlük təşkil edəcək. Dağlıq və Daxətəyi rayonlarda isə hava nisbətən sərin olacaq. Dağlıq ərazilərdə gecə temperaturu 10-15 dərəcə isti, gündüz isə 22-27 dərəcə isti təşkil edəcək. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə olunması mümkündür. Ümumilikdə 23 avqustda ölkə ərazisində sabit və əsasən yağmursuz hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin həftə sonu ilə bağlı məlumatında da bildirilir ki, avqustun 22-23-də Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Aran rayonlarında maksimal temperatur 33-38, dağlıq ərazilərdə isə 20-25 dərəcə isti olacaq. Beləliklə, 23 avqustda Azərbaycanda əsas hava mənzərəsi isti və əsasən yağmursuz hava olacaq. Paytaxtda 35 dərəcəyədək, Aran rayonlarında isə 38 dərəcəyədək isti hava gözlənilir. Əziz izləyicilər, gündəlik hava proqnozlarını vaxtında izləmək üçün kanalımıza abunə olmağı, videonu bəyənməyi və bildirişləri aktivləşdirməyi unutmayın. Növbəti hava proqnozunda yenidən görüşənədək hər birinizə xoş və təhlükəsiz gün arzulayırıq.